Rinoplastika hansı fəsildə icra oluna bilər? Bu sualı çox xəstələr verir. Gəlin elə indi aydınlaşdıraq. Rinoplastika istənilən fəsildə icra oluna bilər. Amma bərpa prosesinin daha yaxşı getməsi üçün payız və qış ayları daha əlverişlidir. Niyə? Çünki bu fəsildə hava nə çox isti, nə də tozlu olur və günəş şüaları zəif olduğuna görə dəridəki şişkinliklərin, göyərmələrin və o cümlədən pigment ləkələri riskini azaltmış olur. İkinci bir səbəbdən havanın soyuq keçməsi damarın daralmasına səbəb olaraq burundakı şişkinliklərin daha tez yatmasına kömək edir. Yayda isə hava çox isti, tərləmə olduğuna görə bərpa prosesi bir qədər çətinləşə bilər. Amma düzgün qulluq və qoruma ilə istənilən fəsildə əməliyyat uğurla həyata keçə bilər. Yəni, əsas olan fəsil deyil, düzgün həkim seçimi və əməliyyata hazırlıqdır. Əməliyyat üçün ən doğru zaman isə sizin özünüzü əməliyyata hazır hiss etdiyiniz zamandır.